Biri var idi, biri yox idi. Baldızını qayıran bir jurnalist var idi. Azərbaycan hakimiyyəti də Əliyevlər, Paşayevlər harda baldızını qayıran, arvadı qəhbə, qızı qəhbə varsa, bu günləri onları gətirib Azərbaycan mətbuatına. Bəli, yəqin ki, məqalənin verilişin başlığından gördünüz ki, söhbət kimdən gedir? Söhbət baldızını qayırmış Rauf İlhamoğlu'ndan gedir. Nəyə görə belə danışıram? Çünki bilirsiniz, Azərbaycanda siyasət siyib qutarıbdır. Mən hər zaman demişəm ki, siyasət yoxdur. Ay belə mübarizə olar, bu nə siyasətdir, mübarizəni də kişi kimi aparmaq lazımdır falan filan. Bu göt-göt sözlər mənə keçmir. Nə bilim, o vətənin çörəyi sənə haram olsun, nə bilim, suyu sənə haram olsun. Belə göt-göt şeylər, saxta vətənpərvər söhbətləri mənə girmir. Və mən Rauf İlhamoğlu haqqında danışıram. Görürsünüz də söyüd ağacının altındayam. Bizdə də söyüd ağacları var. Rauf, havalar isinir, nətər eləyək? Baldızıvı, ya arvadıvı, ya da qızıvı Alp dağlarından qutardıq. Göndər belə cənnət məkanda, qəşəng prirodada 3 gün, 3 gecə işlədib, ondan sonra sənin adını çəkməyim. Bilirsən də sənin adını niyə çəkirəm? Rauf İlhamoğlu. Çünki sən o Məşidibat kinosunda var, 5 manat ver, 50 manat ver, onu öz qəzetimdə biabır eləyim. Nə bilim, 100 manat ver, Məşədi, onu biabır eləyim. İndi o Məşədinin yerində Hacı İbrahim Nehrəmskidir. Hansı ki, qızı Avropada gəlib deməli, bulaq altında, sərin bulaqlar. Hacı İbrahim Nehrəmskidir, hansı ki, gəlib qızı Avropada Erməniyə verən yerdə məhz onu Robert tutubdur. Mən Robert'i də götlü başlı bir adam bilirdim. Dəfələrlə Robert'e də müraciət elədim ki, Robert, nə bilim, asırsan, kəsirsən, Ramil Yusubovun kürəkəninin ağzından atırsan, nə bilim, Anar Məmmədovu döyürsən, belə eləyirsən. İndi pis, yaxşı at çıxartmısan. Robert'e müraciət elədim ki, bir balaca kişiliyin qeyrətin varsa, bu arvadı cırıq Avropada kənd həyatıdır. Kənd həyatı, traktorumuz getdi. Bu Avropada erməni ilə tutduğum bu Hacı İbrahimin qızı. Bir onun atası ilə bir balaca məşğul ol, Robert. Sizinki sizdə, mənimki məndə. Amma baxdım ki, yox. Robert də Hacı İbrahim Nehrəmski ilə bacarmır. Yəni, Azərbaycan dövləti bu günləri